Birinci götürək xaricə aloyeni necə istifadə edə bilərik. Deməli, aloe alanda çalışın ən böyüyünü alın, ən yekəsini alın və onu öyrənin ki, aloe ən azı 2 illik olmalıdır. 2 illik aloenin belə deyərdim ki, təsiri və tərkibi çox zəngin olur. Aloenin aldınız, məsələn, lap dipçəkdə aldınız və yaxud da ki, bazarda görmüşsə, birinci onun alt yoğun hissələrindən başlamaq lazımdır. Çox sadə bir istifadə qaydası var. Yəni, aloenin kəsirsiniz, ortasının geli var, geli. Onu çıxardırsınız, onu adi məsələn belə kartof soyanla aloenin qabığını soyub, ortasının gelini çıxardıb, şüşə butulkalara töküb istifadə edə bilərsiniz. Və yaxud da ki, elə gündəlik olaraq hissə-hissə bax belə kəsin aloeni. Ortasının gelini çıxardın, hansı məqsəd üçün istifadə edirsinizsə o qədər. Məsələn, günəş ləkələri. Xanımlarımız üçün mükəmməl bir günəş ləkəsindən qorunmaq üçün və günəş ləkəsini aparmaq üçün ən gözəl, belə deyərdim ki, vasitələrdən biridir.